Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 2 fevral Azərbaycan Gəncləri gününə həsr olunmuş Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu 2-ci həyata keçirilib. Xarici ölkələrin könüllülük fəaliyyəti ilə bağlı yeniliklərin Azərbaycanda tətbiq olunmasında maraqlıyıq. Bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev deyib. O bildirib ki, könüllülük fəaliyyəti qanunvericilik əsasında formalaşır. Forumun məqsədinə gəlincə, Könüllü təşkilatları arasında şəbəkələşmənin və əlaqələndirmənin qurulması, dayanıqlı inkişafın təmin edilməsi, könüllü mübadiləsinin həyata keçirilməsidir. Forum çərçivəsində Bakıda fəaliyyət göstərən könüllülərlə yanaşı, eyni zamanda regionlarda fəaliyyət göstərən könüllülərimiz də iştirak edir və fəaliyyətlərində fərqlənən gənclərimiz 2 fevral Gənclər Günü münasibəti ilə mükafatlandırılacaqdır. Mükafat alan könüllülər arasında 20 yaşlı Zəhra Cəbiyeva və Lamiyə Asanova da var. Deyirlər ki, könüllülük gənclərin şəxsi inkişafı və sosial bacarıqlarının formalaşması üçün mühüm platformadır. Vətəndaşlarla ünsiyyət nitqin inkişafına və sosiallaşmağa imkan yaradır. Gənclərə tövsiyəm odur ki, ümumiyyətlə başqa təşkilat könüllülərinə qoşulmaqla özlərini şəxsi inkişafını daha da genişləndirsinlər, yumşaq bacarıqlar qazansınlar, əmək bazarına, siyasətə giriş hazırlıqlarını öyrənsinlər. Kollektiv işləməyi, yoldaşlarla ünsiyyətdə olmağı, vətəndaşların qarşılanması mənim üçün düşünürəm ki, böyük bir məsuliyyətdir və öz üzərimdə işləməyimə daim kömək olur. Özünü inkişaf etdirmək üçün könüllülük bir mərhələdir və eyni zamanda bu mərhələdən sonra özünü daha yaxşı bir yerə aparmaq üçün bir yoldur. Qeyd edək ki, forumda 500-ə yaxın Azərbaycan könüllüsü iştirak edib. Türkan Əlsoy, Rizvan Əkbərli, İTV Xəbər.